Herkese yepyeni bir videodan salamlar. Bugün benim için çok heyecanlı ve çok maraqlı bir vlog başladıram. Ümid edirəm ki, siz de bu videoda olduqca eğlənəcəksiniz. Yəni olmazsa olmazlarından səyahət vloquna başlayırıq bugün. Əslində fikrimdə var ki, bu bir həftəlik səyahətdən olduqca çox video çıxardım. Görüm nə qədərini bacarıram. İnşallah ki, həm sizin ürəyinizcə olar, həm də məni. Keçən alışveriş vlogunda sizə deməmişdim hara getdiyimi, amma harasa gedəcəyimi bilirdiniz. Misirə gedirik. Mən Misirə ilk səyahətim olacaq. Ümumiyyətlə bizim ailəlik üçün Misirə ilk səyahətimiz olacaq. Olduqca heyecanlıyam. Telefonum yanımda deyil, amma saat hardasa 10-11'dir və mən hələ də yığışmamışam. Çimdim, saçımı qırıtdım, hətta düzləşdirdim. Gözümün altına sadəcə konsiler vurmuşam. Bir də dodağıma gloss istifadə eləmişəm. Makyajımızı bir yerdə eləyəcəyik. Son saatlarda mən onsuz yatmağa fikirləşmirəm. Yəqin ki, 5-in yarısı 5 civarlarında evdən çıxacağıq. Aeroportda nə geyinəcəyimi çox qərarlaşdırmamışam, amma nə aparacağımı bilirəm. Ona görə ilk öncə başlayaq kosmetik şeylərimi yığmağa, çünki mama yeni otağını zəbt eləmişəm. Daha sonra isə keçərik zala, yəni bizim otağımıza. Zaten mən bağdakı otağıma. İndi buradan əsas paltarlarımı və kosmetika şeylərimi yığıb çıxmalıyam. Bu arada kiprimi qaynaq elətdirmişəm. Çox xoşuma gəldi, yəni çox bəyəndim. Makyajsızkən belə makyajlı görünür. Məsələn, indi dedim, sadəcə konsiler və gloss istifadə etmişəm. Heç dodaq karandaşı belə yoxdur üzümdə, amma gördüyünüz kimi olduqca makyajlı görünürəm. Hər nəysə çox uzatmadan başlayaq hazırlaşmağa. Bir bunu aparacağam, bunun içini dolduracağım. Bir də Temudan mamanın mənə hədiyyə olaraq aldığı bu kosmetikanın içini doldurmağı planlaşdırıram. İlk öncə bundan başlayacaq. Nə yerləşmirsə digərini qoyacağam. Bağlansa çox bir şeyimi gətirməmişəm. Ən çox istifadə etdiklərimi gətirmişəm. Onlardan da bəzilərini seçib ora aparacağıq özümüzlə. Tonalni olaraq sadəcə bunu aparmağı düşünürəm. Çünki çox qəşəng görünür və ən son ad gününə getmişdim. Oradan çox qəşəng post paylaşmışam. Çox bəyənildi. Hamı da çox bəyəndi makyajımı. Çox qəşəng effekt verir. Ona görə sadəcə bunu aparacağım. Artıq özümə yük eləmək istəmirəm başqa hər hansısa bir şey. Zaten tonalni istifadə eləməyəndə yüngül tonalni yerinə konsiler istifadə edirəm özümə də. Konsilerə gələndə konsiler dosyam biraz çox qabarıqdır mənim. Çünki bilmirəm, hər konsiler bəyənmirəm. Bəyəndiyimi belə bəzən bəyənməyə bilirəm. Belə əlimdə 5 dənə konsiler var. İlk öncə bunu aparmayacağam. Bunu bilmirəm, niyə sevə bilmədim. Bunların içində çox az qalıb. Bunu aparmaq istəyirəm. Qəşəng konsilerdir. L'Oreal da əslində bəyənirəm. Makyajlarıma çox qəşəng ağ bir. Mən niyə bunu arıyorum? Makyaj edəcəm birazdan. Bəlkə əlimin altına bəzi şeyləri qoyum, qalınlarını. Bunu da bəyənirəm bu arada. Bunu da bəyənirəm. Sadəcə məndəki biraz çox ağdır. Bir də çox qatı teksturası var. Bunu da bəyənirəm, amma gördüyünüz kimi artıq bitib. Yəni bunu aparıb oraya yükləməyin bir yeri yoxdur. Hətta indi gözümün altındakı budur. Bunu bir ara çox bəyənirdim. Hətta 3 dənə almışdım buna. Yəni bitdikcə təzələyirdim. Amma son aralar bəyənib istifadə eləmirdim. Sonra yenə bəyənəsi oldum və istifadə eləməyə başladım. Mikrofonumu taxmamışam bu arada. Deyirəm səsim yaxşı gəlir yetərincə. Yekun olaraq 3 dənə konsiler aparacağam. Çünki hər gün birini istifadə eləməyi sevirəm mən. Qaş geli olaraq bunu aparacağam. İndi də bunu istifadə eləmişəm. Blushlarımız da biraz çoxdur gördüyünüz kimi. İndi bunların da arasından seçəcəm. Bunu aparmayacağam. Çünki bunu çox istifadə eləmişəm son zamanlarda və bunun yerini vermir. Yəni qətiyyən bu şu an favorimdir. Bunu da biraz çox bəyənə bilmirəm. Mənim yanaqlarımda çox qalmır, çox tez uçur. Yəni direkt bu varkən özümə başqa ənliyi yük eləməyimin yeri yoxdur. Bir də bunu götürə bilərəm. Bunu çox bəyənirəm. Bu ikisini apara bilərəm. Bunu da mamama mənə verib təzələyicə bu şəkildə göstərim. Baxmaq istəyirəm prosta. Bəs nə çox soyuq tondur. Biraz bilmirəm, çox soyuq tondadır. Bunu da aparmayacağım. Sadəcə bu ikisi gedəcək məndən. Kontur olaraq da bu təzə aldığımı aparacağım. Bir dənə də stick kontur götürürəm özümlə. Bu highlighter yenə Şiqləmin bir highlighterdır. Çox nəm bitişlidir bu. Bunu çox sevirəm. Bayağı belə ıslaq görüntüsü var. Sizə də göstərim. Bilmirəm, yaxşı görünür yox. Çox qəşəng parıldayır. Primer təbii ki də olmazsa olmaz. Çox qəşəng makyaj saxlayır. Sabitləmə spreyi. Gün kremlərimiz də olduqca var və bunu aparmayacağam. Bu çox qatı teksturaldır. Rəngli gün kremi olduğuna görə bayağı qatıdır. İstifadə edə bilmirəm. Mən bunu həkim makyaj icazə vermirdi üzümə və üzüm nə gündə olurdu. Həmin vaxtlarda istifadə edirdim. Həmin vaxtlarda bu arada kompleksinizi aşmaq üçün okey bir şeydir. Amma şu an məsələn makyaj edirəmsə onu istifadə eləmərəm. Bəlkə də daha az istifadədə mən məsələn bayağı tonalli kimi istifadə edirdim. Daha az istifadə eləsəz daha yaxşı ola bilər üzvdə bilmirəm. Amma yəni makyaj icazə vermirlərsə, bəgər mən bu rəngli gün kremini icazə verir həkimlər. Mənim en azından icazə vermişdi. Onu istifadə edirdim həmin dövrümdə. Bayağı neçə ay istifadə elədim və təzələməmişəm. Yəni neçə ay bunu istifadə eləmişəm, hələ də qurtarmayıb içindəki. Bunu direkt orada özümdən daşıyacağam. Çünki stick günəş kremidir və makyajın üstündən də vurmaq olur. Bunu direkt bu şəkildə aparacağam. Bunu bu arada mama mənə təzə alıbdı. Bu şəkildə göstərmək istəyirəm. Budur və bunun dəstidir. İçində duş geli və bədən kremi var. Bədən kremin iyi möhtəşəmdir. Bu spreyin də iyi möhtəşəmdir. Ümumiyyətlə mən 40 nömrəsini dəhşət çox bəyəndim. Hətta bir dənə sarısı var. 60 neçə olmalıdır, amma tam olaraq xatırlamıram. Amma özünə onu alıb bunu mənə almışdı. Onu çox bəyənir hamı. Mən ondan çox bunu bəyəndim. Çox qəşəngdir. Mən də özümə bunu almışdım. Bunu tək olaraq almışdım. Sifariş eləmişdim. Məsələn bu da qəşəngdir. Amma bunu alandan sonra fikirləşdim ki, tamam yəni okeydir, almışam deyə istifadə edirəm. Amma bu
möhtəşəm bir şeydir. Bu şəkildə 2 spreydir. Bir də bunun bədən kremi ilə duş gelini aparıram. Və bir də bunu aparacağım. Bu o qədər qəşəngdir ki, yəni parıltısına bayılıram bunun. Bunun içinə bu arada akne fəçlərim də var. Üstəlik belə şirin bir şey eləmişəm. Bilmirəm, görünür yox, çox işıqdan görünür. Bundan 1-2 dənə də qoymuşam içinə və bir də qaş qoymuşam. Bəlkə göz ətrafımıza belə qəşəng qaşlı bir makyaj eləyərik. Bunu da aparacağım özümdən. Bunu bu arada almışdım. Sonra o qədər rozova çıxdı ki, yəni mənim qətiyyən istifadə eləməyəcəm. Bir tondadır. Bayağı bu şəkildədir, yəni. Ancaq orada istifadə eləyərəm deyə aparıram. Amma qəşəng nəmləndirir. Bir dənə tint götürmək istəyirəm. Bilmirəm, səhərlər istifadə eləyərik. Bunun parıltısını çox bəyənirəm. Mən dodaq şeyi çox götürəcəm. Bunu sumkama atacağım. O qədər qəşəng nəmləndiricidir ki, buradan çox baha almışam. 22 manata ya da 23 manata almışdım mən bunu buradan. Deyə bilərsiniz ki, bir dodaq nəmləndiricinə niyə 23 manat vermirsən? Çünki dərman içirəm və dodaqlarım çox quruyur. Dəhşətli dərəcədə çatlayırdı, qanıyırdı, yara olurdu və çox pis bir haldır. Yəni sadəcə Rakutan içənlər mənə başa düşər. Məcburən almalı oldum. Aldım və sınadım. O qədər mükəmməldir ki, amma Türkiyədə daha ucuzdur. Maksimum 13 manat falandır. Yəni sifariş eləyə bilərsiniz. Çox qəşəngdir. Mən sadəcə bu növünü istifadə eləmişəm. Bu 2 fentin aparacağım yəqin ki. Şunun karandaşını götürəcəm. Şunun da bu arada karandaşları aşırı qalıcı olur. Hələ ki bu qədər. Mən buram bir dənə səliqəli hala salım. Götürdüklərimi tam olaraq götürüm. Ondan sonra keçək paltarlarımı yığmağa. Tapdığım ən normal köşə buraydı və indi çamadanımı yığacağım. Çamadanımı göstərməyəcəm, amma qoyduqlarımı sizə bir-bir göstərəcəm. Onsuz da indi göstərəcəklərimin çoxunu alış-veriş vloqunda gördüyünüz üçün çox bir vaxt itirməyəcəyik burada. İlk öncə keçən dəfə videoda indi göstərdiyim bu boz şort var. Daha sonra ağ şortikim var. Bunları görmüsünüz ya, açıb göstərmək istəmirəm tək-tək. Sonra o mükəmməl sarı donum var. Tərliklər, dəniz tərliyi falan. Bu tişört. Bunu kupayniklərini falan üstünə olaraq düşünmüşəm. Bunu da yeni vloqlarımın birində görmüşdünüz. Çox qəşəngdir. Bunun altına bir ağ top götürəcəm. Təzə aldığım ağ şortiklə dəstləşdirmişəm. İnşallah ki, düşündüyüm kimi qalar. Bunu da aparıram. Daha sonra belə bir dəstim var. Bu altıdır. Belə bir şortik. Tam belə Misir desənidir bu arada bu. Və bu da üstüdür. Belə çox qəşəng görünür. Amma orada inşallah kombinləyəndə istədiyim kimi qalacaq. Bu don keçən ilki vlogumda da var idi, amma rəngini o qədər bəyənirəm ki, bu ildə aparmaq istədim özümdən. Zaten hər gün post paylaşmalıyam deyə bir şey yoxdur deyə düşünürəm. Yəni olduqca çox təzə şey almışam və onlarla kombin paylaşaram. Bəzi günlərdə də post paylaşmam məncə məcburi deyil, amma həmin günlərdə çox qəşəng vloqlar gələcək. Yenə aldığım bir üst və bu dəstim alt üst. Aldığım bu dəst və bu şortik. Belə 2 şey götürmüşəm. Zaten yer tutmurlar, birdən lazım olanlar. Bunu da yenə keçən il aparmışdım. Bilmirəm, çox rahat olur və aparmaq istədim. Bunu da böyük ehtimalla yola götürəcəm. Çünki bilmirəm, mən çox şey apardığım üçün kameram falan ehtiyacım olur bu boyda sumkaya. Ümumiyyətlə o qədər böyük sumka sevirəm ki, universitetə gedirəm, böyük sumkalar alıb aparıram. Çünki bilmirəm, o həmişə hər şey olan qız var ya, o mənəm. Kombinlərim az göründü gözümə. Bir dənə dəstləşdirim, hər günə bölüm. Ondan sonra görsəm ki, azdı bir 2 şey əlavə eləyərik yenidən. Sabahınız xeyir. O qədər gecikərək makyaj eləmişəm ki, əslində heç bəyənmədim. Amma əlimizdə olan budur. Dodağıma qəşəng bir kon vermişəm, burada pis görünür. Belə qəşəngdən təzə kəşf elədim. Bütün yoxlanışlardan falan keçdik, biletimizi götürdük, gəldik, oturduq Starbucksda, indi kofe içəcəyik. Gedirik. Saat 7:30-da artıq təyyarədə olmalıyıq. Evdən o qədər tələsiyə çıxmışam ki, saçım zadım nə gündədir, baxmayaraq ki, təzə yumuşdum. O qədər fakirdir ki, internet axtarır. Bütün pulumu oraya atıştırmışam. Şübheli. Cahidə elə. Hər şey qapıda gözləyirik, bir dənə də su aldıq. Çok güzel odası ve birden sen çekerim kızı. Çok da bana olar. Həyatımda tək-tük dəfələr olub ki, mən şirin kofe içmişəm və bugün də onlardan biri idi. Çox peşman oldum, yəni şirin kofe içmənlik deyil, vurdu məni. Ürəyim bulandı. Sen moka içtin. Bəyənmədim. Mənimki lattedir, direkt şəkərsiz latte. Yemək vaxtıdır. Əslində 45 dəqiqə zat 45 dəqiqə idi. Tam yatmağa hazırlaşırdım. O kıvama gəlmişdim, yemək gətirildi. Omlet var idi, bir də sasiska var idi. Əslində sasiskada xoşlamıram çünki biraz mədəm narahatdır, amma omletdənsə sasiska. Hoş xatirələrim yoxdur, ona görə. Ay da hə, buradakı çox pis olur. Mən bəyənmirəm. Salamlar. Misirdən salamlayıram sizləri. 3 saat 45 dəqiqə falan çəkdi yolumuz. 4 saat deyil, 3 saat
35 dəqiqə, 3 saat 35 dəqiqə çəkdi. Çox istidir. Yəni zaten isti olmalıdır, amma çox istidir. Qahirəyə getmək lazımdır piramidləri görmək üçün və onun üçün də viza almaq lazımdır. İndi insanlar alır, biz də burada mama gili gözləyirik. Yeni bir şey düşündüm təyyarədə olanda. Fikirləşdim ki, hazırlaşma vloqu, bugünkü yol vloqu və bugün oteldə eləyəcəyimiz inşallah bütün aktiviteləri bir vloqa sığdırım və sonra da 2 gün sizlərə qəşəng bir vloq çıxardım inşallah. Biraz çətin keçdi yol, bilmirəm, yata da mən düz ortada oturmuşdum özdə. Sağımda mamayı, solumda heç tanımadığım bir insan. Ona görə yata bilmədim. Mən ancaq pəncərə qırağında oturmağa öyrəşdiyim üçün bayaq oradakı mühafizəyə yaxınlaşdım. Where is VC dedim, başa düşmədi. Viza dediyimizi başa düşdü. Aeroport security'si kamerama gülümsüyüb keçdi. Deyəsən şirin insanlardılar. Yeməyimi də heç yemədim demək olar. Bir dənə sasiskan yedim, içində kükü falan vardı, heç sevməm. Bir də qıraqda o qabda verirlər, zeytun, pomidor, pendir, kalbasa. Ən favorim odur, çörəklə onu yedim ancaq. Mən də cemlə pendirə çörəyim çatmadığına görə. Alma cemi idim, bir də yağ idi. Doğrudan deyirsən? Siz omlet seçmişdiniz. Məndə alma cəm idi. Çələk olsaydı yağla yərdim. Və mən bir neçə gün əvvəl göbələkdən ya zəhərlənmişdim, ya da zəhərlənəcək qədər ağır bir gün keçirtmişdim. Ton balığı ilə köhnə göbələyi eyni anda yemişdim. Yəni zaten ton balığı ilə göbələk ayrıca bir hekayə. Üstünə bir də xarab göbələk yemişdim. Mənim içində göbələk vardı. Uzun bir müddət göbələk görmək istəmirəm, bir neçə ay. Çünki göbələk əslində mənim ən sevdiyim şeydir. Bir ara bütün öğünlərdə yerdim də. Zavtrakda göbələkli omlet yerdim. Günorta göbələk yerdim. Axşam yenə göbələk yerdim. Bir müddət görmək istəmirəm. Və çatdıq otelimizə. İndi yemək yeyirik. Yemək istəyənlərini sizə çox çəkə bilmədim, çünki çox qarışıqlıqdır və biz də tezlik çatmışıq hələ. Yuxarı qalxanda ətraflı gəlişimiz falan haqqında hər şey danışacağam sizə. İndi gedirik yemək yeməyə. Bu da şirniyyat boşqabımızdır. Ananasdır, mangodur, türklərin tulumba tatlısı kimi bir şeydir. Türk mətbəxinə ümumiyyətlə çox yer veriblər. Yeməklərdə də, şirniyyatlarda. Düzdür, biraz çox yaxşı bacarmayıblar, amma yəni çoxdur türk mətbəxindən yeməklər, şirniyyatlar. Mangolu marojnamız var. Mangol olduğunu düşünürəm, çünki oğlan başa düşmür. Nəyi göstərib sual verirsən, el ondan da qoyur yəni. Bir də sütlacımsı bir şey var, amma biraz kıvamı bərkdir. Bu qədərin dadlarına baxacağıq. Marojnaları çox dadlıdır, çox bəyəndim. 10 üzərindən 10. Mən mangolu şeyləri çox sevirəm. Amma mangonun özünü ikinci dəfə deyirəm və heç sevə bilmirəm. Bu da sütlacımsıdır, amma gördüyünüz kimi bərkdir bayağı. Üstü quruyub. Altı da bilmirəm, qəribə kakoslu bir şey dadır, bəyənmədim. Bu da çox pis. İçinə nəsə qatıblar, hansısa ədviyyatdır, bilmirəm nədir, çox pisdir. Türk mətbəxindən götürdükləri şeyləri özlərinə uyarlayaraq eləyirlər və heç dadda alınmır. Yəni resepti qoyun qabağınıza eləyin də, nə qədər çətin ola bilər. Bugün favori bir şeyim yoxdur. Favorim marojnadır hələ ki. Digər bir çox şeyi bəyənmədim demək olar. Köbirlər normal idi. Yəni belə çox qəşəng yeyə biləcəyim. Heç nə yeməmişəm hələ ki. Normaldır. Hələ ki belə sevdiyim bir şey olmadı. Şirniyyatlar daha dadlıdır. Yox məncə. Sən götürdüklərindən Mən 12-dən götürmüşdüm. Salamlar. Yeni otel otağımızdan sizi salamlayıram. İlk öncə bizi qarşılayır burada dolablarımız var. İçində seyf var, çox önəmli əşyalarımız varmışcasına. Burada sol tərəfimizdə banyomuz var. Gəlin. Bura bu şəkildədir. Möhtəşəm kameraman. Banyomuz var, burada da duşumuz var, daha doğrusu. Burada şeylərimiz var. Qəşənglər bu arada, bəyəndim. Kalite. Belə bir güzgümüz var. Outfit çəkilərimi çəkə bilmək üçün. Gəlin, davam edirik. Burada kocaman bir televizorumuz var, gördüyünüz kimi. Portuqaliyanın, İspaniyanın. Mini barımız var, yetərlidir. Bura sənin, ora mən. Tamız və stulumuz var və 2 dənə də çipsimiz var. Təşəkkürlər, bu qədər idi otaq turumuz. Bir də balkonumuz var. Gəl. Kameraman, gəl. Burada bir baseynimiz var. Çox böyük bir mənzərəmiz yoxdur, yəni qayıdaq otağımıza. Deməli, ən son sizə otağımızı göstərdim. Ümid edirəm ki, Cahit qəşəng çəkmişdir və mən onu bəyənib vloqa əlavə eləyərəm. Hələ ki, telefondan davam edirəm, çünki kameramız aytikası yoxdur və biz zaten indi aşağı düşəcəyik baseynə. Orada kameramı aparmaq istəmirəm, itibata falan düşməsin. Telefondan çəksəm. Panikimi giyindim, üstünə bir dənə kofta keçirdim. Ayağıma bununla eyni rəngdə aldığım tərliklərimi giymişəm və bunu götürəcəm. Amma ilk öncə üzümüzə günəş kremi falan uygulayıram. Çünki burada dəhşət istidir, gün adamın gözünü deşir və mənim üzümdə yetərincə artıq gün ləkəsi var. Artığına ehtiyacımız yoxdur. Ona görə günəş kremi uygulayacağıq indi üzümüzə. Dodağıma da tint vurmağı düşünürəm. Bu arada sizə biraz yoldan danışım. Çox şükür ki, gecikməmiz olmadı samolyotda. Bunda indi vaxtında da düşdük, tam vaxtında irəlilədi hər şey. Bu arada aeroportları məni o qədər şok elədi ki, yəni qətiyyən belə bir şey gözləmirdim.
Ümumiyyətlə dutifirləri işləmirdi. Terminal 2 təsəydü yaxşı olardı. Bilmirəm, terminal 1-də idik. Biz bəlkə də 2 haqda məlumatım yoxdur, yalan deyərəm. Amma 1 çox pis idi. Yəni dutifesi ümumiyyətlə yox idi. Yəni mən olar ki, sadəcə siqaretlər var idi. O da bağlı idi. Papa girdi, dedilər bağlıdır. Başqa da heç nə yox idi. Ondan sonra mindik avtobusa, turumuzun bizə ayarladığı avtobusa və o qədər rahat gəldik. Konseri falan da işləyirdi. Qəşəng mindik, gəldik, burada düşdük. Tam 10 dəqiqəlik falan idi məsələ. Ona görə heç yorulmadım. Yanaqlarıma bundan vuracağım. Otağımızı gözləməyə başladıq. Otaq saat 2-də verirlər, amma zorla aldıq da. Yəni o qədər neçə dəfə soruşduq falan və otaqlarımıza dəhşət ayrı veriblər. Amma gəldiyəsən 45-də qalır, biz 83-də. Yəni bayağı arada fərq var. Yəni düşünün ki, 45-dən 83-ə qədər olan bütün otaqlar. Biraz otaq vermək konusunda mamanın iş yoldaşı da bizdən əvvəl gəlmişdi və saat 4-ə qədər onlara otaq verməyiblər. Otel biraz o mövzuda yorur bizim. Amma yenə də yəni çox qəşəngdir, çox bəyəndim. Akvaparkını gördüm, o qədər hündürdür ki. Alakarteləri rezervasiya üçün yaxınlaşdıq. Dedilər ki, doludur və onlayn şəkildə qeydiyyat eləmək lazımdır. Bugün ayın 6-sı olmasına baxmayaraq ayın 9-una qədər bütün alakartelərdə rezerv var idi. Biz özümüz üçün rezerv eləyə bilmədik. Ayın 9-una rezerv götürmüşük. 6-sı, 7-si, 8-i restoranda yeyəcəyik. Buranın öz açıq büfesində. Alakartenin nə olduğunda bu arada deyim. 13 restoran var və bölüblər. Biri İtalyan mutfağıdır, biri Meksikada, biri Japondur, Tayland falan var. Biz ayın 9-una elədiyimiz Peoples'dır, uluslararasıdır. Yəni bütün mətbəxlərdən var orada. Amma mən ən çox Yapon, İtalyan və də Meksika merak edirəm. Bu arada samolyotdan düşən kimi istəyirsinizsə viza alırsınız. 30 dollar idi səhv eləmirəmsə. Qahirəyə falan getmək üçün Qahirə və bir neçə şəhərə viza almaq lazımdır. Onu almaq istəyirsə 30 dollar ödəyirsiniz. Almaq istəmirsinizsə direkt keçirsiniz pasport kontrolünə və pasport kontrolünə keçdi. Kişi bizə 4 dənə vərəq soruşdu ki, var sizdə bunu. Mən dedim yoxumuzdur. Rusca bilməm bilirdi yox. Biz direkt ingiliscə danışmağa başladıq və heç nə bilmirdilər. Yəni həqiqətən ingiliscələri vəbşə sıfırdır. Ruscaları yenə biraz yaxşıdır, başa düşürlər adamı. Kişi 4 dənə vərəq verdi. Gedin doldurun gəlin. Bu arada mənim mamam baxmışdı əvvəlcədən və ruçka gətirməyə özünüzdən. Bir dənə ruçka atınızın kabıza, çünki ehtiyac olur. Həmin vərəqi doldurmaq üçün lazım idi. Hamı ruçka axtarırdı orada və mamamın dediyinə görə mamam əvvəl hər kimdə görübsə 5 dollar imiş ruçka. Yəni boş yerə 5 dollar xərcləməyin, bir dənə ruçka da atınızın kabıza gəlin. Ondan sonra doldurduq onu, apardıq. Amma belə bir şey sizcə hər şeyə başqa yerə yazmışdıq. Məsələn, ad günümüz olan yeri əslində adımızın yerini yazmışdıq. Lakin baxmırlar o vərəqə. Sadəcə məsələ sizin orada onu doldurmağınızdır. Və papa dedi ki, soruş bəlkə bu vərəq viza üçündür də, yəni boş yerə şeyləməyə. Kişiyə getdim dedim ki, is this for visa? Kişi dedi ki, free'dir dedi. Yəni pulsuzdur. Sonra VC-nin yerini soruşduq. Dedik, where is VC dedik. Security bizə dedi ki, viza oradadır və 10 dəfə vizadır. Yəni 10 dəfə kişiyə VC deyirəm, kişi mənə viza olaraq qayıdır. Belə yəni ingiliscələri qıtdı biraz. Video məncə bol söhbətli və bol məlumatlı və maraqlı olacaq inşallah. Məncə okeydir. Məncə qəşəng yolda da. Bəyəndim mən. Biraz qırmızı fasandı. Budur bu arada. Bunu şeydən almışdım. Flamingo var. Percent Mall'da oradan almışdım və uzun müddətli istifadə eləmirdim. Tam yerinə düşdü. Bunu da bura gətirib istifadə eləmək istədim. Rəngi də çox qəşəngiymiş. Sifərdə çözülmüş deyiləm. Gətirmişəm. Katılan indi xarab arar, sonra gedirik. Xəbərimiz yoxdur. Tez-tezə öyrənirik. Hələ kəşf günümüzdür bizə. Al. Saçımı da yığdım, dedim rahat olsun. Amma külək var və baseynə çıxanda o qədər üşüdüm ki, çox soyuq idi. Saçıma bax, nə gündədir. Akvaparka getmişdik. Əslində sizə çəkəcəkdim. Hətta akvaparkları çəkdim. Deyirəm səsim gəlib. Amma icazə vermədilər. Bütün setlərimizi, ayağımızdakı qolbağa qədər, qolbaqlarımız, saatlarımız hamısını çıxartdırdılar. Boynunu asmışdım. Telefonda su kabrasına keçirdik. Ona da icazə vermədilər. Ona görə çəkə bilmədim. İnşallah sabah cahitlə mən sürüşdüm. Amma bizi sizin üçün çəkəcək. Amma çox qəşəng idi. Akvaparkların dəhşət bəyəndim. İndi də gəlmişəm yemək yeməyə. Bol fast foodlu bir tabağım var. Yox, yeməyində heç nə məmnun eləməmişəm. Amma tamam bu boşuna oradan gəldi çıxdı. Və saat artıq 7-dir. O qədər yorulmuşam ki, məncə üzümdən belə bəllidir nə qədər yorğun olduğum. Normal yuxu yatmamışam. Gecəni 1 saat yatmışdım evdə. 2 saat falan da yolda yatmış olsam, yəni 3 saat yuxu yatmışam və çox yorğunam. Burada gəldik. Özümdən bu performansı əsla gözləmirdim. Gələndən heç dincəlmədik. Otağa gəldik, kupaniklərimiz falan geyindik. Ondan sonra düşdük akvaparka getdik, baseynə girdik. Akvapark çox qəşəng idi. Makyaj eləyərək danışmaq istəyirəm. Çatsam hələ saçımı da qurdacağam. Akvaparklarını çox bəyəndim. 4 cürə akvaparkı, biri uşaqlar üçündür, qalan üçü isə
böyüklər üçün də, amma onlardan da uşaqlarını yəni sürüşdürənlər olur. Birində o qədər çox sıra var idi ki, amma çox qəşəng idi o. Dəmləndiricim qutartmış və mən bunu bura gətirmişəm. Bayağı hündürdən idi. Yəni ilk gündən ona getmək istəmədik. Bu birlər isə tamamilə belə fırlanmalı falan idi. O çox qəşəng idi. Yəni çox ləzzət elədi. 3 dəfə sürüşdü. İkisində çox pis şəkildə baseynə düşdüm. Yəni hələ də burnum yanır xlordan. Ümumiyyətlə akvaparkı çox sevirəm. Biz hər il otel seçəndə birinci akvaparkına baxıb sonra seçirik. Mama da bizlə əylənir akvaparkda. Üzümə bu arada ağır bir şeylər eləməyəcəm. Yəni tonali falan vurmayacağam. Sadəcə biraz konsiler, rumyana falan eləyərik. İçki şeyləri biraz çox azdır. Seçimləri Türkiyədəkindən az olduğunu düşünürəm. Amma bilmirəm də, yəni ilk gün olduğu üçün də belə gələ bilər. Bəlkə yetərincə gəzməmişik. Çox kontur falan da vurmaq istəmirəm. Bir də allıq vuraq məncə yetərlidir. Favori qaş sabitləyicim möhtəşəm bir şeydir. Deməli, boşqablarımız. Belə bir köftə götürmüşəm. Krem var və krevetka var. Bir də belə bir somon var. Mən somonu çox sevirəm. Yeməkdən sonra çıxdıq ki, mama ilə biraz gəzək. Kim para gedir peşlərinin üçün biz də gəlirik. Və gəldik konsertə çıxdıq. Bir də biraz da burada əylənəcəyik. Məncə Portuqaliya udacaq. Hiss elədim. Özü 2-1 udacaq məncə. Və bir videonun daha sonuna gəldik. Bu videonun kapanışı biraz belə ani gelişdi. Bugün sizlər üçün vlogladım və ümid edirəm ki, qəşəng alınacaq. Hal-hazırda video editirəm. O qədər yorğunam ki, yəni dəhşət yorğunam. Tək istədiyim sadəcə saatlarla... Qaydacaq, misirlərlə qarışdırarsınız. Tək istədiyim sadəcə saatlarla yatmaqdır, amma video editirəm. Niyə? Çünki sizə video çatdırmalıyam. Ola bilər ki, bir həftə yox, 5 gündən bir paylaşım videoları. Çünki gözlətmək istəmirəm sizləri. Hər nəysə, sizlə də sağollaşmaq istədim. Gedim videonu editləyim. Yəqin ki 2 günə editləyəcəm. Çünki çox uzundur video. Bugün olduqca çox video çəkmişəm. Otel haqqında qalan şeyləri sabahki vlogda danışdım. Çünki həqiqətən heç halım yoxdur. Mənim gecəm xeyrə, sizə də xoş izləmələr. Əslində video bitir. Bir videonun daha sonuna gəldik. Kanalıma abunə olub videolarımı bəyənərək mənə dəstək olsanız çox sevinərəm. Bir sonraki videoda görüşənədək sağ olun.